Inter komandasının baş məşqçisi Simone Inzaghi və Hakan Çalhanoğlu mafiya qruplarla əlbir olaraq UEFA Çempionlar Liqası 2023-cü ilin final matçı Manchester City Inter matçına əlavə biletlər təşkil ediblər. Buna görə də hər iki şəxs İtaliya A seriyasında bir oyunluq diskvalifikasiya ediliblər. Bundan başqa Inzaghi 15, Hakan Çalhanoğlu isə 30.000 avro cərimə ödəyəcəklər. Real Madrid Andre Lunin ilə yolları ayırıb əvəzində Kepa Arrizabalaganı heyətinə qatmağı planlaşdırır. Bundan başqa Kral klubu Benfica klubunun sol cinah müdafiəçisi Alvaro Carrerası heyətinə qata bilər. Benfica futbolçusu üçün 60 milyon avro tələb edir. Barcelona komandasının zədəli futbolçusu Marc Casado artıq yüngül məşqlərə başlayıb. Bu arada zədəli qapıçı Marc-Andre ter Stegen artıq sabah Valladolid ilə La Liga maçında start heyətində meydanda olacaq. Marsel komandası Fenerbahçedən Yusuf Akçiçe ilə maraqlanmağa başlayıb.